Gel burada. Arada bir daha koydu şey. Yallah yallah. Yansın böyle. Allah size daha iyi. 20 yıl kurtulamıyor. Gel sen dedim ona. Ya seni öpüyorum. Ne şirinsin sen? Ha. Niye böyle? Şükür Allah şirkende 60 yıldan sonra görüştük. Sen ne şirinsin? Evet, evet. Ha, gel valla. Neçədən üniversitede bu imtihan verir? Gel bir tane vuramıyala. Çattan gidip Bakı'da okuyor. Ne demek? Ama ben oğlum da. Salam aleyküm. Salam aleyküm. Ya Allah, Rahim Alim. Hoş geldiniz olsun. Canım Rahim. Nesiniz? Sağ ol, gel. Ya Allah, ya Allah. Ha, bir de çık. İnşallah bize imkan verir. Acayip. İnşallah bize imkan verir. Ulan burada işi çok buluyor. Say, güzel asıl. Rahim Alim gelmez zahmet. Bunlar, dersinler. Aleyküm. Doktor. Saat 12'de getirdi. Biz 3 tane şeye gideceğiz diye ne diyor? 3 tane şeye. Biz yer bir şey şey. Onun yanında ne diyor? Hastanede bir olmam var diyor. Sağda yolda. Allah rahmet eylesin. Satır da. Satır ben gelemem. Vallahi İşleri çok. İnşallah 5 yıldan sonra bir de. O karar uşağıydı, karar. 5 yıldan sonra bir de teşkilleri bunu inşallah. Sağlık olsun. 65 illi. Benim üstüme yana kaçıyor. Sen malumatını neysendi bu? Neyse okumuyorum da. Okumuyorsun. Dedi bak gelecek bu baş bana lazım olacak. Değer de elədi bak. Bak gelecek bu baş bana lazım olacak. Belə de olur. Bizden 1-2 yaş öyle oldu. Gaza kalmışsın. Biz ne bilmiyoruz. Böyle de. Çok güzel insan. Allah rahmet eylesin. Allah'ın rahmet eylesin. Ben Asım Əlimin de Allah rahmet eylesin. Evet, zayıf Asım olmuşlar da Əlimin güya. dost. Ancaq ona bakmıyor. Hemen zayıf. Atılın tayası var. Gəlin o vaxt işi yaxşıydı. Bir de göreceksen yemişsen alttan, taya uçup sen üstünde altında kalsın. Onlara bize ne derdi? Derdi ki, iki boşa sadık, sakit otur. Sana bir abası verem, bir ahadın dükkanda çay için. Çay. Beş gelsen tez bırakırım. Olan şeydi. Ayşe Başık dedi yani. Güzel. O kız da vardı işte. Yok, düşüneyim çok bunu. Görün bakın. Dedi ki, Düğün olmaz. Akif dedim sen ol tamada. Ondan sonra Akif başladı. Dedi kime söz vereyim? Dedim ki verdiğim kime vereyim? Nərman müəllimə birinci söz verdim. İkinci kime söz vereyim? Dedim Qalabay müəllim. Dedi üçüncü kime söz vereyim? Dedim ki Səlixan müəllim. Daha yaxşı. Şimdi bunlar danışır oqtarlar, Səlixan müəllimə söz dedi, ay cəmaat. O vaxt bizim kənddə çaycı vardı, onun iki dənə zadı vardı. Biri Nadir deyirdi. Səlixan müəllim de ay Akif. Bir de Nadir yeri boşdu, ondan tutublar. Sen ne de yaşayabilirsin? Şükür Allah'dır, ben indi burada müddattayım kürsüde. Səlixan müəllim de oturur burada kürsüde. Ben ona söz versem danışabilecek. Vermesem kalacak. İhtiyar bende. Tam müdürde başladı, al çalmaya, Səlixan müəllim de al sana geldi başladı danışmaya. Çok maraqlı çıktı. Allah rahmet eylesin. Allah razı olsun. Onda böyle sözler çok olur. Bizi siniften çağırdı. Bizi siniften çağırdılar deyir. Mənim Mürüsəni. Gedim mənsimdən kazbək alır. Gedərdi Mürüsən. Mürüs məni tək bıraxsaydı heç. Mürüsən tək çıxmalıydı. Mürüsəni çağırsaydı mən də getməliydim. Gedib kazbək alardı. Mürüsən o dediğin sürüklərdən 25 yıl oturmuşam. Bunu açardı, Ankara'da altında adıma binen götürdü, çekerdi. Bir müddet böyle fırlandı.
Sonra biraz gəldi sinifdə açdı, dedi Köpan hökuməti. Bunu 25 olmadı. Hökumət də uğur olar. Elə olur 24 dənə, 23 dənə. Onu müraciət edəm. Get mən Məsih müəllimin yanına. Elə Get sənə kənddən get. yoxdur. Bir dənə Gəldim mən Məsih müəllimin yanına. Salam əleykum əleykum. Bir dənə amma mənə tapşırıb sənə bəs dərsdir. Liboy ata məsələn ki, ümumiyyətlə istəyir ki, evladı yaxşı oxusun. yox, gətirir. Evladı yaxşı oxumağı onun üçün arzusudur. Nitoş da evladı, nəvəsi, nəticəsi. Söhbət ondan görmür. Bəli, mən Məsih müəllim başladı mənə. Mənim də fikrim qalıb futbolda, voleybolda. Bir həftə, 2 həftə dedim mən Məsih müəllim. Sənə bir dənə söz desəm mən, "Güzel buyur oğlum, o da yaxşı şirin də var." Dedim, əmmədən qorxuram. Ancaq sənə bir dənə söz deyim. Dedim, sən deyirsən lan mənə, mənim başımda etsin var. Ancaq bir dənə əmmə sən razı sağ ol, mənə döyməsinlər. Dedim, onu, bunludur. Bir dənə sənə şükür olmasın, mən deyərəm sənə heç nə eləməz. Gəldi əmmə ilə danışdı, nə danışmadı, gördüm əmmə alıb belənçi, nə o yana keçə bilir, nə bu yana. İki ürəklidir. Ürəyi üstünə 3-4 gün keçmişdik, ged evə. Dərsdən gəlmişəm, tükünə. Ged evə sənə orada bir nəfər gözləyir evdə. Ben diyorum evde Yasin şey geldi, sesi geldi, avazla bir oxuyor. Molla Hüccət Allah rəhmət eləsin, Molla baba. Allah rəhmət eləsin. Gedib onunla danışır, deyib, bu da cəbir deyil ki. Biz sənin başlayacaq hərflərdən bir-bir öyrədəcək, sənə get Quran dərsi ol. Dedim, bunun ki, at neyiniyim, deyə bilərəm ki, istəmirəm. Gətirdim, mən evlərini görsətdim. Evlərdə bir təzə stadion yox idi. Allah rəhmət eləsin. Oturarlar da latodan bir şey çıxardardılar, daş. Biraz oturardım bunların yanında, bunlara qulaq asardım, sonra bollar vaxtı keçir. Otura çaylıqda bu ilərdən işlərdi. Çaylıqda. Buranı çıxın. Açda atırırlar və Duran çıxa gedir. Bıçağı yığışdırdılar ki, abzandı sağlar. Yerim var, qayda. Biz burada da orada kalmışız. Hani bir yerde başka şartlarda oturuyoruz. Ancak biz 8 can Molla'da okumuştuk. Molla'da uşaqları nəzərdə tuturam. Nəsir müəllimi çıxmaq şərtilə. Nəsir müəllim 6-cı sinifdə, müəllim 7-ci sinifdə. Söhbət ondan gedir. 8-ci sinifdə oxuyur. Mirzə var idi. Mirzə oxuyub sizdən, Mirzə. Müsrətin oğlu, dağılıyım. Onu tanıyalım. Orada da oxudu. Mənim Mirzədən oxudu yazıblar. Divar qəzəsində. O vaxtda divar qəzəsi var idi. Mirzə bir gündə mənə 50 heyva yeyir falan doğrayıblar. İndi biz de 1-ci il çıxır, evə gedirik. Mirzə dedi, mən cıracağım. Divar qəzəsi. O vaxtda divar qəzəsi böyük şeydir, silbin. Mən keçdim bu şey olur tərəfdən. Dedim Mirzə dayan, xahiş edim uşaqlar. Mən üzümü çördüm bu tərəfə, dalımı çördüm, indi çör. Həqiqətən mən dalımı çördüm, o çördü qəzəsi. Bir həftədən sonra gəldi. Şəhər müəllim, Əlfəz müəllim var idi, sinif rəhbəri. Aləmi burada qəzeti kim çörər? Birinci mənə toxuz deyirsin. Kim çörər? Dedim, andolsun, Allah görməmişəm. Mən bilirəm, yəni görməmişəm, o dalımı çörmüşdür. Bir 10 gün bu hadisələr getdi. Axır Mirzənin qaldırdı. Onda kalış geldi, orada ayaqqabı yox idi. İskəndər müəllim, mən onu çizməmişəm, ancaq onu ayaqqabı kalışımın içine koymuşam. İskəndər onunla da dedi, yaxşı olmalı, sağ ol. Onunla tema bağlandı. Yani orta məktəbdir də, az şeyler var. Bizim okuduğumuz dövrdə 2 sinif var, A, B. A sinifinə Cavanşir müəllim rəhbəri gelirdi, B sinifinə Sayad müəllim. Demək, Sayad müəllim həmin il dövrdə MTS-də olurdu, təzə ev tikmişdi, evin qabağında da bir dənə iri xandaya atmışdı. Biz də qoyun saxlıyorduk, Tarlandı, Rizvandı, məndim, nə bilim, kimdi, çöldə sağnasıda. Atlanır xəndaqdan o yüzden, xəndəyyəsi ölürdü, atlanır boya xəndəyyəsi ölürdü. Nə kadar şey tökülür, o qazıntı tökülür, kül tökülür xəndəyə. Bu yandan da Sayın müəllim gəlir, baxsın ki, bunun həyatı nə yerdədir. Baxır, görür ki, biz burada boğan edirik. Atlanır, xəndəyyəsi ölürdü, bu yana. Səhər oldu, gəldi məktəbə, gördük ki, Sayın müəllim gəldi. Müəllimdən izah aldı ki, tərlanla Riziyə izah verir. Biz də sevindik.
bizi MTS göndərəcək, dərsdən azadır. Gəldi bizi məktəbin bu tərəfində biz bina tikdik ya, palçıqdan, kəlbirdən. Yer səkil yaxı. Gəldi bizi saldı ora. O dünənləri xəndaqda atladı, xəndəyyəsi ölübdü. Ölübdü, tap mənə, tap. Bizi orada vurdu, qaçmıyor. Qaçmıyor bizdən. Deyir ki, evdə bizim atamız bizi öldürər. Nəysə, dövr keçdi, mən müəllim oldum, gəldim buraya məktəbə. Girdim sinifə. Sinifdə bir dənə gözüm sadakı Kamal müəllim. Ondan şagirdi. Dedim ki, mən Sayad müəllim möhkəm vurur. Əvvəzi çıxacaq, bu Kamalı vuracaq. Fürsət O kinliliği vardı sana. Fürsət axtarıram ki, haca bu Kamal bir şey eləyəcək, çəpə eləyəcək, bunu vuracaq. Baxdım, gördüm ya, ağıllı uşaqdır, savadlı uşaqdır, tərbiyəli uşaqdır. O Kamal'la işim olmadı. Bir dəfə də Salim Ali səni ölümünə vurdu ya. Dinləri var, səni Yaxşı. göndəri Bir var. də mən izin Vay vermirəm. da, al çəkmədi, o adam vurdu. Nə çaqqas eləyək, nə Xoş gördük. Bizim tədbirimizi əvvəli yüksək səviyyədə keçdik. Doğma məktəbdə görüşdük bir-birimizlə. Görüşdük, öpüşdük. Çox şad olduq. Xatirələr yada düşmüş oldu. Müəllimlərimiz, şagird yoldaşlarımız yada düşmüş oldu. Çox əziz gündür, çox yadda qalan gündür. Çox həddindən artıq insan həyatına vacib olan günlərdən biridir. Mən arzu edirəm. Arzu edirəm ki, bu sağlamlıq, bu varlıq mümkün qədər Allahın köməyinə biraz çox olsun. Allah bizə ömür veribsə, biraz bizə yaşamaq imkanı da versin Allahın köməyi ilə. Gələn günlərimiz bir-birindən gözəl olsun, bir-birindən sağlam olsun. Bir-birimizi görəndə ancaq onun sağlığını görək, onun xoş günlərini görək. Barat ağa xüsusilə gözəl bir insandır. Allah elə qismət edib ki, mən Barat ağanın indi şəhərdə, Sumqayıtda da biz tez-tez görüşürük və mən bundan çox məmnunam, olduqca şadam ki, belə bir insanla mən ünsiyyətli oluram. Mən bu məclisdə birinci olaraq Barat ağanı eşitmək istəyərdim, onun xeyir duasını eşitmək istəyərdim. Bu da bir xeyir dua məclisidir. Bu da bir bilavasitə bizə lazım olandır. Buyur ağa. Tamamilə doğru söhbətdir. Sevgili Peyğəmbərimizin bir kəlməsi var. Allah Teala buyurur ki, iki ev ailəsi ola, biri hamısı namaz qılan, Quran oxuyan, oruç tutan ola, bir-birinə yola getmir. Bir ev isə hamısı belə, nə gəlir, xristiyandır, nə bilim kimdir, amma belə mehribandılar. O namaz qılıb, oruçdur, Quran oxuyanlar bir-birinə yola getmir. Sözləri boğazına, amma bu biri xristiyandır, yahudidir, nədir, mehribandır. Allah Teala buyurur ki, mən bərəkəti ruzini göndərərəm o mehribansılığı olan ailədə. Allah sevir. Bu namazın da mahiyyəti, orucun da, həccə gedib gəlməyin də insan olmaqdır məqsəd. O ağsaqqalın yerin bilmək, ağ bir şeyin, qonşunun, qardaşın, qohumun, haranın öz yerin bilmək. Bizi Allah nəsib edir, bu yaşa çatmışıq da. Puluna deyil ki, Allah verən ömür verir. Allah nə bilir odur. Onun verdiklərinə çox şükür. Mən belə bu söhbətlər çox deyildi, təkrara deyirəm, belə bir yerdə oturub, belə balaca uşaqkən bir yerdə məktəbdə oxumuşuq. İndi bu yaşda Allah qismət edib. Bəziləri dünyasını dəyişib, ruhları şad olsun. Əvvəla bizim burada belə oturmağımızda səbəbkar, hansı ki Qarabağda iyi də olanlar canlarından keçdi. Onların sayəsində biz burada otura bilirik. Onların ailələrinə biz borcluyuq. Deməliyik bu sözü. Canlarından, malından keçdilər. Onların ruhları şad olsun. İstəyənlərini Allah sabır kəramat eləsin. O ki, yaralılar var, tezliklə Allah ona şəfa versin. Mən bunu hər yerdə deyirəm ki, onların sayəsində qeyrətinin namusu biz rahat oturub belə toy, məclis filan elə bilirik. Qaldı bizim ömrümüzə Allah verən fayda, Allah xoşbəxt eləsin, hamının balasını, övladlarını. Amin. Peyğəmbərimiz buyurur ki, elə eləməyin ki, övladlar sizin üzünüzə ağ olsun, ha, özünüzü elə aparın ki, valideyn ki, elə məcbur eləmə övladı sənin üzü ağ olsun. O yerə özünü qoyma, valideynin qədrin bilginə, özünün valideyn olduğunu məsələn, bil, sadəlik,
sabırlı olmak her bir şeyin üstünüdür. Size uzun ömür, can sağlığı, aile sağlığı, balalarınızın, nəvələrinizin xeyrini görəsiniz inşallah. Sağ ol Barat ağa, çok sağ ol. Teşekkür. Allah can sağlığı versin. Sağ ol. Allah dualarımı eşitsin Barat ağa. Bizim zona həmişə mehriban olur. Hansı qapıya getmişik, hansı söhbətimiz olur, hansı qapı gəlib bizə, biz başqa cürə çıxmasın. Kim gəlirdi işləməyə, gəl. Mən onun üstündə əsirdim ki, daha Sovet vaxtında tuturlar, basırlar, nə bilim, plan edirlər. Birdən dokumenti korlanar. İnan olar ki, onu öz şəhbərini aldı, saxlayırdım ki, heç nə olmasın, ilahi, sağ salamat geçsin. Bax, indi o yaxçılıqlar çıxır adamın üzünə. Mən tanımasam da, o dedi ki, mənə filan vaxtı, filan kəs mənə kömək eləyir, filan eləyir. Yəni deməkdən məqsədim o ki, Allah həmişə bizi xeyirxah eləsin. Allah bizə can sağlığı versin. Allah bu tədbiri görənlərə də can sağlığı versin. Sağ olun, sevindim. Teşekkür. Allah sağlığı versin. Çok güzel. Onun bu tükenmezliği o arzular. Adam özünü istemediğini, öz evladını, nəvəsini istəyir. Bəli, onlar qalır. İnsan ne kadar yaşarsa, onun isteği var. Nəvələr. İnsan isteği varsa, nəticə var. məhəbbəti varsa o yaşayır. Bu isteği, məhəbbət Onlar yoktursa, deməli Ondan yaşamıyor. Düz. Buyur kardeş. Allah'a söz verdiğine göre Zaşir müəllim, çok sağ ol. İsti sözlerine göre. Uşaqları hamısı burada oturan yoldaşlar. Bize ola kısmet olmayan, yani sinif yoldaşlarımız, şagirdlərlər. Bəyalarda dedim, biz aramızda danışanda ki, bizim sinif məktəbdə nümunəvi sinif olun. Bizim yani bu hemen bu sinifimiz hansı ki oxumuş oldu. Allah sana can sağlığı versin, Zaşir müəllim. Mən sənin həmişə xoş, şadovlu eşitmişəm. Sumqayıtdan. Allah hamımızın canı sağ eləsin. Bəli, biz bu günlərə təşəkkür eləməliyik ki, Əhməd, Həzrət ya. Yəni bu bugünkü bura yığışmağımızın səbəbi bu insanlar olur. Mənim bildiyimə görə, mənim eşitdiyimə görə və mənə zəng danışmışam, Əhmədlə də danışmışam, Həzrətza ilə də, Hacı Əhmədlə də danışmışam. Yəni bunlar deyib ki, eləyək, keçirdək, oturaq. Allah bunların canını sağ eləsin. Allah ömürlərini uzun eləsin. Nə yaxşı ki, bizim sinifimiz var, belənçi uşaqlarla, sizi təki, yəni yoldaşlarla, sizi təki, nə bilim, mədəni, müəllim tayfası bizim içərimizdə çox olur, müəllimlər. Bir müddət direktor işləyir. Onları mən bilirəm, Zakir haqqında məlumatım var. Məlumatım var, yəni yerdə qalan uşaqlar da hamısı savadlıdır. 90% institut qutarır. Bundan anası yoxdur ki. Sinifin 90% hamısı universitet qutarır. Yəni biz o vaxtı güya sayırdıq ki, bizim sinif uşaqlar güya zəifdirlər. Ancaq sonradan isə məlum oldu ki, xeyr, biz zəif olmamışıq. Bizim o 3-ə 4-ə oxuyan uşaqlarımız indikinin o 5-indən irəli olur. 5 almaqdan irəli olur. Allah Teala bu günü bizə çox görməsin. Allah Teala canımızı salamat eləsin. Balalarımızı, hamısına aiddir, nəvələrimizi, kimin nəticəsi. Allah Teala bundan sonra da nə verəcəksə bizə, nə qədər ömür veribsə, qalıb Allah'ın yanında. Sağ olun, var olun, bugünkü günə görə, yığışmağımıza görə. Allah canınızı sağ olun. Bu da bir tarix. Bəli, bu bizim ömrümüzün bir tarixidir, bir günüdür. Biz bu günləri burada. En yaxşı gün. Bəli, ən yaxşı günlərdən biridir. Sağ olun, var olun. Yaxşı müəllim, sağ olun. Allah canı salamat eləsin. Həmişə səsiz gəlsin. Bərim əzizim, var olun. Allah can sağlığı versin. Yaşar, sizi çox istəyirəm. Allah sizi can sağlığı versin. Hamısını xətriz istəyir. Size can sağlığı arzu edirəm, uğurlar arzu edirəm. Ailədə yaxşına varsa sizə qismət olsun. Buyurun. Allah canımı salamat eləsin. Allah hamımızın işini aman eləsin. Allah balalarınıza iyməsin. Allah onların xeyir işlərini həmişə sizə qismət eləsin. Sağ olun. Allah sana qadrınızı həmişə sevinirsən.
Nəsir müəllimim biz çox istəyirik. Olduqca hazır cavabıdır. Çox hazır cavabdır. Həm də sevilən bir insandır. Allah canını salamat eləsin. Gözəl ailəsi var, gözəl balalar var. Allah xoşbəxt eləsin. Qardaş, sənə hər şeydən əvvəl birinci növbədə möhkəm can sağlığı, uzun ömür, sağlıqlı uzun ömür arzulayıram. Və buyur, eşitmək çox bizim böyük bir şərəfdir. Əvvəla keçək özümüzə başlayaq. Yəni mən ki 6-cı sinifdə gəlmişəm, Voragödə oxumuşam. Mən Voragöd uşaqları ilə qaynayıb qarışmışam. Ona görə ki, mənim köküm bir tərəf Voragöd, atam Voragöd. Ona görə mən bunlara daha çox isinişdim, daha çox onlara yaxın oldum. Ona görə bugünkü gündə hər şeydən əvvəl mən rəhmətə gedən yoldaşların bir neçəsinin adını çəkmək istəyirəm. Deyildi ki, 39 nəfərdən 19 nəfər var, 20 nəfər rəhmətə gedir. Mən görürsən, optoboy verəcəm, neçə nəfər hələ birinin yanında. Bizdə 3 dənə ağa var idi. Bir dənə ağamız burada var, 3-ü rəhmətə gedib. Dadaşov, Zakir Vəliyov. Bizdən oxuyur. Allah rəhmət eləsin. Nağıyev Mürüsen. Nağıyev Mürüsen, Mirən Nağıov. Bəlkə səhv edirəm. Ağayev, Talıbov Aslan, Hacəddin oğlu. 3 dənə görürsən ağamız yoxdur. Sonra keçirəm 3 dənə oradan keçir. Hələ tək deməyəcəm. 2 dənə Ramiz var idi. Biri mənim qohumumdur. Mənim qardaşımın qaynı idi. Əskərov Ramiz Faziloğlu. Bir dənə də Ramiz var deyil, onun qohumu idi. Muradov Ramiz Quloğlu. Bu 2 dənə də Ramiz getdi. Gənə də toplumdan deyəcəyəm, təkləri siz gərsiniz. Sen Muradov Ramiz'i görmüştün. Bizden okuyup senin okuyup. Niyə oxumur? Oxuyub ha. 38. yerden çıktı. Allah'ın rəhmət etsin. Altıdan gəlib baxır. Bu ki gəlib ona köçürmək istəyəndə bir dənə belə vururdu ya. O yaddan çıxmaz. Allah'ın rəhmət etsin. Köçdü Akiflərə. Bizdə 9. Aydın Mirzənin qardaşı vardı, Əzizdir Akif Biyasov. Bir dənə də Akif var idi, Mirzəyev Akif Xəliloğlu. Görürsən, elə adları yarısa bir-birinə yaxınları dedim. Mən burada cəhd eləsəm hamısını deyirəm, hamısını içində saxlayıram. Bu 20 nəfəri yada salıb, onların ruhuna rəhmət demək lazımdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bir dənə, çünki biz bunu deməsək, onda onlar bizim dörd ayağımızda fərqimiz olmaz. Biz gərək anım günüdür, anırıq, onları yada salırıq. Rıza müəllim mənə rast gəldi bu hadisələrdən əvvəl. Onlar 20 gün, məmneçə gün qala, bəlkə də bir yaxşı. Mənə dedi ki, bilirsən nəsə, nədir? Bir daxil digər də belə tədbir edirik filan. Ona 2 sözdür də burada da deyirsən, utanmaz. Ne olur da bəzi adamlar deyir ki, filan şey olsun. Dedim, gələrəm, 2 şey olmasın. Bir musiqi olmasın, Allah'a şükür musiqi çıxdı. Bir də kiçik olmasın. Çünki bizə böyük nöqsan olardı bu. Mollaya görə demirəm, öz əqidəm budur. Bugünkü gündə mən yad eləyə bilərəm, amma çox uzun gedər. Uzunçuluq olar ki, onların 19 nəfər adını çəkib. Yada düşənləri bundan sonra indi kim danışacaq, xahiş edirəm bunları yad eləsin. Müəllimləri də yad eləmək olar. Demək olar ki, Azərbaycan ədəbiyyatında, eyni zamanda dünya ədəbiyyatının, hansı ki Azərbaycan ilə tərcümə olunur, elə bir kitab olmazdı ki, Rasimini oxumasın. Daima əlində Victor Hugo'dan tutmuş, nə bilim, bütün klassiklərdən, bizim klassiklərdən hamısı bütün kitabları bu oxuyur. Daima əlində qalın kitablar, yalnızca gəlir də hamısı. Arkada eləşərdi, arkada. Ancaq ki, deməli, bu ədəbiyyatı oxuyardı, lazımdır. Və bildim ki, bu dahi olacaq gələcəkdə böyük bir insan olacaq. Doğrudan da dahi yox. Uzun müddət Rusiyada yaşayır. Uzun müddət 40 ildən artıq Rusiyada yaşayır. Və mən onu gördüm Rasimi, sözümüzü biraz onu da tanımadım, dəyişib, xeyli dəyişib, çox dəyişib, yaxşılığa doğru dəyişib. Rasim, sənə can sağlığı arzu edirəm. Arzum budur ki, yaxşı günləri bundan sonra daha çox olsun. İndi bilmirəm, klassikları oxuyursan, oxumursan, amma o vaxtı çox böyük həvəskarıdım, olduqca həvəskarıdım, çox yaxşı. İndi belədir ki, indi müasir texnik imkan vermir ki, bir kitab oxuyasan, bir jurnal oxuyasan. Çünki hamısı
Telefon, internet, her şey var da, kompüterde her şey ne istersen bakırsan öğrenirsen. YouTube'da, obrisinde, ne bileyim, ticarette mümkündür. Kardeşler can sağlığı, Allah canı salamat eləsin. Sen buraya gelməklə elə bir şey bu halletdi, biraz da o işi nə fərdinə yaraşıqlı elədin, çox gözəl elədin. Allah kömək olsun. Hə, Allah köməyin olsun. Buyur qardaşım. Mən gəlmə bilməz, bilindim ki, onlar məni yada salırlar. Nəysə, mənim üçün şadam ki, burada sizi görürəm burada bu uşaqları. Neçə illər əvvəl mən sizi görməmişdim, neçə il mən elə uşaqlar var burada. Heç üzdən tanımadım, inanırsınız. Yadınızda, mən sizin haqqınızda Zakir müəllim, mən həmişə məlumatım olurdu. Bilirdim, Sumqayıtda işləyirsiniz, məktəb direktoru olmuş, hamısı haqqınızda məlumat var idi. Ancaq burada elə uşaqlar var, onlar haqqında məlumatım yoxdur həqiqətən. İndi hamınızı görürəm, çox sevinirəm. Ağamıza bir də yadınızdadır, mənə rast gəldi şeydə. Bir dəfə ağamızla Bakıda görüşdük, bazarda rast gəldik. Belədir, həyat belədir də, biz hamımızı bir tərəfə atdıq. İndi elədir ki, məsələn, bizdə Mehman, mən Tüklə məktəbindən 2 nəfər gəldi də bura deyə. Mehman müəllim idi, bir də mən idim. O da Allah bütün öyrənlərin, şahidlərimiz ki, onların hamısı rəhmət eləsin. Mehman mənim də olan içərisində. Çox yaxşı insan idi, çox düzgün oğlan idi. İndi mən sizi görürəm, çox sevinirəm. Arzu edirəm ki, indi biz bu yaşa gəlmişik, bu böyük işdir, Allahın işidir. Bizdən asılı deyil, kim bilir ki, sabahda olacaq, belədir. Ona görə də ki, mən hamınıza can sağlığı arzu edirəm. Sağlam yaşayaq, xəstə olmayaq, Allah bizə nə də ömür verir, bu ömrü yaşayaq. Allah imkan versə, bəlkə bir də bizə görüşmək nəsib olsun. İnşallah. Hamımıza can sağlığı arzu edirəm. Çox sağ olun. Şükür Allah bir yerde gəndə görüşdük, oturduk, söhbət elədik, yedi içdik. Allah sizin də canınızı salamat eləsin. Mənim dostum yaşa oradan buraya gəlmir, dedim, mən Solaxam. Uşaqlar Sumqayıtdan gəlir, başqa şəhərlərdən gəlir. Müsənnifi necə müsənnif deyirəm? Salatli, müsənnif Allah rəhmət eləsin. Neçə ildir onu görər, mən tanımadım. Allah sizin canınızı salamat eləsin, ölənlər də Allah rəhmət eləsin. Şükür gəlmişik, bu yere qədər çıxmışıq. Bundan sonra bu deyirsən, gedəcəksən, deyir Ali. Bayra sadlı olacaq. 100 il söz vermişiz. Allah canınızı salamat eləsin. Çox xoş gəlmişsiniz, yaxşı eləmişsiniz. Hasən məqbulluğunuz olsa bu rəqədə, Əhməd mənlə oradadır dinləmişdir. Çox sağ ol, təşəkkür edirəm. Allah canınızı salamat eləsin. Yenə də maraqlı olasın. Oturaydı beləncə konditlər, deyərdi o falan kəsir, o falan yeri qutar, o da qutar. Mənə çatardı, baxardım, bu lıpını qutardı. O ki, lıpı nədir? Lənkəran pedagojinin üstün. Amma səylə və doğruda mən geçirəm. Allah sağ ol. Xoşvar. Rəhmətli Rəhim müəllim bizə Mollova məktəbində də dərs deyib. Gözəl riyaziyyat müəllimidir, böyük bir həvəs yaratmışdır. Və ilk dəfə Rəhim müəllimdən, rəhmətlikdən Salahaddin adını eşitdim mən. Allah'ım sen yadındadır. Salahaddin haqqında danışdı və o dedi ki, bu uşaq deyir ki, mən alim olacaq. Salahaddin doğrudan da çox talantlı uşaqdır, olduqca, çox məndən artıq. O dedi ki, bəs Rəhim müəllim rəhmətlik dedi ki, bəs o qarşısına qoyub ki, böyük bir alim olacaq. Sonra mən orası məktəbində oxuyanda gördüm ki, doğrudan da Salahaddin həqiqətən çox savadlıdır, olduqca, çox belə yüksək dərəcədə savada bilgiyə malikdir, dərdakiyə malikdir, gözəl ümumiləşdirmə qabiliyyəti var. Və mənə elə gəlir ki, Rəhim müəllim səhv eləmədi rəhmətli. Salahaddin o mərtəbəyə çatmış oldu. Bugün Salahaddini görmək çox şadam mən, çox sevinirəm olduqca. Allah sana salamat eləsin. Onun həmişə həyatı uğurlu olsun və sözü Salahaddin. Buyurun qardaş. Çox sağ olun, Allah razı olsun. Rəhim müəllimi Allah rəhmət eləsin. Mənim timsalında bütün rəhmət müəllimlərimizə Allah rəhmət eləsin. O vaxtı düzdür, Rəhim müəllimin necə deyirlər, öndərəkliyi ben çok aşçıydı. Ben uşaqlar bilirlər, coğrafyaya daha çok həvəs qaldı. Onu istəyirdim ki, bu coğrafyanı bütün eserini gəzim. Bütün dünyanı gəzim. Ama institutlardan sonra belə ixtisas seçtim ki, eserinin deməli, Pribaltika'nı Sibirəcə bütün ərazini komandirovkalarda
bir bölüm müdafiə obyekti, kosmik obyektlərində işləmiş. Mesela ondadır, indi o istədiyi qismən nail oldum. İndi mən belə sənin hamısının çıxışını baxıram. Yadımda qalmayan çox şey yadımdan çıxır. İl keçir, adam yaddaş etir. Yadımda qalanda uşaqların xasiyyətidir, bir sözdə geçir. Baba qulağında, o bizim 60 illik yaxın. Uşaqların xasiyyəti dəyişmir. Mənim də yadımda çox qalan, məsələn, yadımda maşın qalan. yazılır. Rıza müəllim, Əmir Rıza müəllim. Necə vardı, elə qalır. İsmail müəllim, Əmir İsmail müəllim. Əhməd, elədir. Yaxşı. Rafael elə bir balaca çılgınlığı azalır. Amma eləmir Rafael. Qorxardıydı ondan da. Balaca olur, hər Yox, o bizdə azalır, bir onda azalır. Onu bir sigaret məsələsi dedi, o bir epizod mənim yadımdadır. Daha dəqiq o bilər, Aurora məsələsi. Caşı müəllimin dərsində. Caşı müəllimin dərsində. Harada tutmuşdu bunu Bizi məktəbdə. tutdular, bizi tutdular. Çıxardım, rəhmət dəfəsini çağırtmışdı. Hə. Avroranı O qoymuşdu. buraya. müəllimin dərsindəydi, skanlı xərcə qaçırdı. Qardaşımla qaçmışdı qabağına ya. Gəldi, Film, atası film, rəhmətli gəldi. film almış. Müəllim deyir ki, bax, gəlin siqaret çəkdi. Baxdı, Avrora. İyi əşillə bunu. Televizyon, 3 manat məndən alırsan ki, televizyon Avrora çəkəcəksə, çəkərsən. televizyon sənə çıxmış. Televizyon çəkərsən. Bunun öz xasiyyəti də elə, bu tipdə xasiyyəti var. Allah canı sağ eləsin. O gözəl ilə həmin təmkinli, sakirlər gözəl də qalır. Qeyd elədir. Oktay. Oktay bizim qonşuyuz. Oktayla uşaqlıqda məktəbdə çox şeyləmişəm. Rafael'in o güzelliğin şeyin girdi. Bize Oktay da ilerdi. Bunun şekillerinde de bu karşı. Oktay çok yaraşıklı olandı. Neydi de ağaç? Ona ne şey o baktı. Mektepte okuyandı bir şey hoş fikir vermişti. O beni bir de üstünce intriga var telirdi. Bunda kompleks yok. Bir de öyle mektebe gelirdi. Şimdi bir şeyde giyip gelir. Onu mesela ben hiç cüret eləmez elə yaşım. Bir de görünce elə ekstravagant ki, elə ekstravagant yok, elə belə klasik giyinip ki, adamı utanardım giyinmeye mesela da. Bu formada adam var. Şimdi iller keçir, ben bir fikir verim ki, dərəsənləşir. Biz bu arada dəyişib elə bir. Ama hamısının hərəmizin bir xasiyyəti vardır. İnşallah bizim evladlarımızın da bizim ne xasiyyətimiz varsa, müsbət xasiyyətlərimiz, mənfi hamısında məndə. Bizim bu müsbət, bizdə olan müsbət xasiyyətlər bizim evladlarımız öz yoluyla gedirlər, nəvələrimizə keçsin, gələcək nəsçələrimizə keçsin. Allah hamımıza can sağlığı versin, Allah ne bileyim, zamanlama önce belki 5'li edər, 65, 75. Dedi yok. Mesela Allah'tan, mesela ümit verdi, kimse kaldı. Bilmem ama. 70'e. Kim kaldılar, 2 nefer de kalsa gelsin. 30 milyada kalsın. Ahmet Bahçeli'yle. Hemen Bahçeli Rapal'dir 100. Allah, kaç da kalsan Rapal geldin ya. Ben burada ya. Şekillerimiz de videoda göster koyarsan. Babalar yoksular. Allah rahmet eylesin. Allah hamdolsun. Allah vermeden dilim yavrum. Bir de minnettarım. Bize müellime. Böyle kim teşkil eder? Ahmet müellime ki bunu teşkil eder. Allah canına sağ olasın. Sağ ol, çok sağ ol. Teşekkür Allah canını selamet eylesin. Sağ ol. Allah var elə. Həmişə görəndə nədir, özümə qarşı deyirəm, olduqca səmimi yanaşma, olduqca istəkli yanaşma, isti yanaşma, ona xas olan cəhətdir. Allah canını salamat eləsin. Sevimli qardaşımızdır, istəkli qardaşımızdır. Gözəl müəllim olub. Mən deyərdim ki, müəllimlər müəllim olub. Təsəvvür edin ki, valideynlər ondan ötürü əldən gedirlər. Ki, uşağım harada oxusun, İsmail müəllimin sinifində oxusun. Yallah. Mənim ki, bu bacarığımı, ustalığımı, necə Xanali müəllimi Allah rəhmət eləsin. Allah rəhmət eylesin. Yəni, indi də onu bizə dəstəyib də, xatırlayıram heç vaxt. Həmişə ona rəhmət eləsin. İndi mən də bacarığımı göstərdim, yaxşı işlədim. Mən bir dəfə bu görüşməyi burada
təqdimatı. Çox sevindim. Allah sizi həmişə sevindirsin, başınızı üzrə eləsin, nəvələrinizin, nəticələrinizin toyun görəsin inşallah. Buna Çox sağ olun. Allah sənin canını sağ olsun. Çox maraqlıdır. Çox yadda qalan oldu. Bunu biz ömrümüz boyu bir daha xatırlayacağıq. Bunu təşkil edənlər həqiqətən ustadır. varlar. Bunun onların əhsən olaraq, yəni ustadı və əhsən ki, belə bir təşkil eləmişsiniz. Ki, bu ustadlar kimlərdir? Hacı Əhməd, Rıza müəllim. Çox sağ olsunlar. Rıza müəllim xüsusilə mənlə bununla əlaqədar dəfələrlə danışır. Hər dəfə soruşur, maraqlanır, səy göstərir. Hətta mənim tədbirimlə əlaqədar dedim ki, bəs belə bir dəyişiklik olsun, o günə düşməsin. Elə deyir Rıza müəllim. Rıza müəllim bəli, bunu ki, deməli, dəyişdirdi, elədi və yəni bu günə salmış oldu. Hər şeydən əvvəl mən bir daha minnətdaram Rıza müəllimə, Hacı Əhmədə. Bu günü bizə yaşatdılar. Bu vaxtda böyle uşaqlarla bir yerdə birləşmək nə qədər sevindiricidir, nə qədər adamı zamanlaşdıran dövrə gəlib çıxdı. Ona görə mən də sizi hamınızı təbrik edirəm. Balalarınızla, nəvələrinizlə, istəyənlərinizlə. Onlar babaları ilə fəxr eləyə bilərlər ki, həmişə. Qoy sizin kötücələriniz də, nəticələriniz də onu görsün. Nəticə də çox yaxşı şeydir, mənim ikisi varımdır. Allah sizə də qismət edin. Mənə də varım ikisi. Allah sağ olasın. Hamımıza can sağlığı, uzun ömür arzulayırım. Çox sağ ol Hacı, çox sağ ol. Allah səni var eləsin. Bu ömür şirindən şirin, hər ilin, hər ayın mənası dərin. Doymuram hüsnündən şux gözəllərin, kaş bir dəfə məni yara salan olur. Ay 60 illiklər, arzularınız qədər ömrünüz olayım. Sağ ol, çox sağ ol. Yaxşı edin. Hər qulun cihanda bir pənahı var. Hər əhli halın bir qibləgahı var. Hər kəsin bir eşqi, bir Allahı var. Mənim Tanrım gözəllikdir, sevgidir. Məni sağlayan sevgidir, gözəllikdir. Sağ olun. Çox sağ olun. Yallah, yallah. Altın maşını geldi. Yallah. Müsavad mənbəyinim, mənzili məktəb. Ey el müsavad mənbəyinim, mənzili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Xoş xatirəli. Kapalı hara gelir? Bu da ah.